Avaza filialının açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak edir. Tədbirdə çıxış edən Oğulcahan Atabayeva, Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan fondun irmiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib, deyə o bildirib. Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu deyən Oğulcahan Atabayeva, filialda uşaqlara yüksək keyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş davamlı inkişaf məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib. Qeyd edək ki, Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bugünə qədər fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu tərəfindən bugünə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanistan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində Qəlkiniş Milli At Oyunları qrupunun təqdimatını izləyib. Qədimatçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan Qəlkiniş Milli At Oyunları qrupu çıxışı zamanı qonaqlara Türkmənistanın zəngin mədəni irsini nümayiş etdirib. Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub. Qonaqlara Türkmən mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşahidə olunub. Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına qayğısıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında müxtəlif sahələrdə birgə əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar. Sənəd eyni zamanda müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib. Heydər Əliyev Fondunun və İdeya İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan Ana Təbiət Beynəlxalq İncəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədi ilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.